Şəb-i şəhadət əmirəl-müminin idi, cavan qulağız. Bir gün Əli varid oldu Zəhranın evinə, gördü Fatimə çox narahatdır. Bax, burada bir cərəkkə icad olacaq, sən bir imamsın, o mərizləri yadından çıxarma, giriftarları, dəli olacaqsın, bu cümlə ilə sonra işin var. Fatimə, gün hanı balalarım evdə yoxdur, ay oy ki, işin yox, bekarsan, gerək zindiqanlığında var. Bax, alsın indi alacaq sana, qulaq al. Fatimə, balalarım hani, dedi əmoğlu, balalar üşündü, az yat eylə. گوش کنم اونایی که عشق علی دارن، اونایی که محب علی هن، برای چی اینجا آمدن؟ برای چی؟ کی آورده اینا رو؟ Fatıma diğer oğlum gördüm, başın saldı aşağı, evden xaric oldu. Allah hiç kişini şermende-i ehl-i eyal elemez. Geldi pazara 4 dirhem borç aldı. Dedi gedin koy balalarıma azuqa alın. Ay Hüseyin Ensariyan که همه در تلویزیون میبینم، تا منبرشو میخوندم، شنیدم و منم اینجا میگم، مقصشم به شما گفتم. dedi 4 dirhem aldı borç. Gelin, gördü yolda Ammar küçədə dayanıb, əllərin qoy birəyinin başını. Ammar, çox narahatsan. Dedi Ali 4 gündür bekaram, evə gedə bilməyəm. Cavan. Dedi cala bu 4 dirhemin. Məşdiya kocam, bunayı ki isar gelen kocam, evde balalar aç kalır. Sen yüzün koyup toprağa aç yattı. Dedi cala bu 4 dirhemi sen çek. Ah cavan, almasın bak müqəssir özün sen. Ammar yola saldı, öz yerlerin koydu yüreğinin başına, hara geldi. Məzlum Əli dedi gedim məscidə, akşam üstüdür. Geldi məscidə, gördü mihrabidə Resulullah namazın